Sonra düz. Bu da bayaqki videoda dedim. Biri var düz söz, sifət. Düz danışmaq, zərfdir. Düzmək. Kitabları düzmək deyildi. Bir də deyirəm ki, bu düzlər çox olmuşam, yəni bu düzənliklər. O da düz söz ismi. Amma düz ismini qoyaq kənara, bir də düz danışmaq birləşməsində düz zərfini qoyaq kənara. Çünki zərf deyil, bir də burada isim. İsim özü aktiv nitqisəsidir, amma burada elə bir rol oynamayacaq. Çünki o, baxacaqsan ki, bunlarla eyni köklüyə girmir. Amma içində ata bilər sənə çaşdırmaq üçün. Biz burada düz söz birləşməsindəki düz sifətə, bir də kitabları düzmək birləşməsindəki düz feilinə baxacaq. Bunlarla modeliyinə. Burada da həmin şeylərdir, sıxdakı kimi düzlük. Bunu sıxlıq, nə bilim, birlik sözlərinə baxıram. Aylıq, donluq. Görürsən ki, feilə qoşulur. Ay, don, bunlar isimdir. Deməli, bunun kökü sifətdir. Düzəl. Bu al, əl, bir də l şəkilsi var. Çoxalmaq, qaralmaq sözlərindən, azalmaq sözlərindən yadda saxlayıb. Çox sayılır. Çoxdan çoxalmaq. Qara sifətdir, qaradan qaralmaq. Deməli, bu da feilə qoşulmayacaq. Sifət. Düzül. I üstü 4. Elə bütün növləri bilmirəm, amma düzülməkdə I üstü 4. Ümumiyyətlə I üstü 4. Məchul növdə, şəxsiz növdə, bir də qayıdış növləri. Lap elə bir növü bilmirəm. I götürüb başqa sözə qoşuram. Kəsmək, kəsilmək, bölmək, kəsmək, kəsilmək. Sonra yazmaq, yazılmaq. Deməli, feilə qoşulur. Oradan yadda saxlayıram. Düzdürmək, kəstirmək, böldürmək. Bunu çıxartıb başqa sözə qoşuram. Bilirsən? Deməli, qoşduğum sözdən bilirəm ki, hansı etki səslə qoşulur. Feilə qoşulur. Düzgün. Hümkin, mümkün, hümkin, hümkün şəkilsidir. Məsələn, kəskin, bitkin, ötkün. Kəsmək, kəskin, ötmək, ötkün. Deməli, bu da feilə qoşulur. Başqa sözə qoşulan şəkilsin. Düzdəki. Bax, bu düzdəki, deyirəm, bu düzdəki hadisələr. Bu düzənlik olan düzdür, bu isimdir. Zaten heç isimliyinlə qoyaq qırağa. Burada sən heç ağlına gətirə bilməyəcəksən düzmək feilini. Bir də düz söz birləşməsindəki düz sifət. Onlar ağlına gəlməyəcək. Çünki deyirəm, bu düzdəki hadisələr, bu düzənlikdəki hadisələr deyəndə, o artıq isimdir. Bunu təbii ki, bura verilməyəcək. Amma birdən də olar. Deməli, burada eyni köklü olan düzlük, düzəlmək öz aralarında eyni köklüdür. Düzül, düzdür, düzgün, bunlar da öz aralarında eyni köklüdür. Bu işlərin eyni köklü deyil. Amma son olaraq eyni yaranan nitq hissələri düzəlmək feildir, düzülmək